İsrail İranla müharibəni 14 günə bitirəcəyini bildirmişdi. Müharibə 12 günə bitdi. Bu sözləri politoloq Elxan Şahinoğlu İran və İsrail arasında əldə olunan atəşkəs haqqında qeyd edib. Müharibə iştirakçılarından hər biri qələbə qazandığını bildirir. İsrail və Amerika Birləşmiş Ştatları hava zərbələri nəticəsində İranın uranı zənginləşdirmə imkanlarını yox etdiklərini, İran isə İsrailə və Amerika Birləşmiş Ştatlarına layiqli cavab verdiyini iddia edir. Məncə, İsrail və Amerika Birləşmiş Ştatlarının raket zərbələrinə İranın cavabı adekvat olmadı. Doğrudur, İran raketləri İsrailin haqqında çox danışılan dəmir qübbə hava müdafiə sistemini yardı. Şəhərlərə zərbələr dəydi. Ancaq İsrail nə qədər İranlı generalı və hərbçini öldürdü, İran nə qədərini. Amerika Birləşmiş Ştatları İranın nüvə mərkəzlərinə dağıdıcı zərbələr vurdu. İran Qasım Süleymani olayında olduğu kimi Amerika Birləşmiş Ştatlarını əvvəlcədən xəbərdar edərək boşaldılan hərbi bazasına raket attı. Onun da əksər hissəsi havada vuruldu. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın buna görə İrana minnətdar olması Tehranın aşağılanması anlamına gəlir. Buna baxmayaraq İrandakı rejim müharibənin nəticələrini cəmiyyətə qələbə kimi təqdim etməyə çalışacaq. Halbuki İran vətəndaşlarının beyinlərində sualların sayı artıb. O bildirib. Politoloq vurğulayıb ki, İsrail Pandora'nın qutusunu açıb. İsrail-İran müharibəsi heç zaman olmaz hekayəsi qüvvəsini itirib. Müharibə bitdi. Ancaq İsrail və Amerika Birləşmiş Ştatları İranı nəzarətdə saxlayacaqlar. Təl-Əviv və Vaşinqton İranın yenidən uranı zənginləşdirməsindən şübhələnərsə, qonşu ölkəyə yenidən zərbələr endirəcəklər. İsrail üçün müharibənin bir günü 100 milyonlarla dollara başa gəlirdi. 12 günlük müharibənin hesabı bir neçə milyardı keçib. İsrail xərclərini bərpa edəcək. Amerika Birləşmiş Ştatları da həmişəki kimi müttəfiqinə yardım əlini uzadacaq. Bəs İran itkilərini necə bərpa edəcək? Əsas sual budur. İrana bombalanan mərkəzləri bərpa etmək üçün heç bir ölkə, hətta tərəfdaşları olan Rusiya və Çin əvəzsiz pul verməyəcəklər. İran sanksiyalar altındadır. İranın yeganə alternativi satdığı neftin pulunu bərpaya yönəltməkdir. Ancaq bu halda İran vətəndaşlarının sosial problemlərinin həlli arxa plana keçəcək. Bu isə insanların haqlı narazılığına səbəb olacaq. Onsuz da müharibəyə qədər də İran iqtisadiyyatı ağır günlərini yaşayırdı. İndi isə bu ölkəyə daha çox maliyyə resursları tələb olunacaq.